Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləyim yeni bir vlog başlayıram və burada gördüyünüz makyaj malzemələrini bu qardırop demiş şkafımıza yerləşdirəcəyik. Bir də corablarıma fikir verməyin, nə deyiblər? Dost başa, düşman ayağa, ona görə də gözümü çıxacaq demişəm. Nəysə, bunu da açıqladıq. İndi isə dediyim kimi keçək bunları yerləşdirməyə. Günün önündə bunları yerləşdirmək istəyirəm. Bu spreydir. Mən bu saçlarımın diblərini tətbiq edirəm və saçlarımı 2-3 dəqiqə masaj edirəm tətbiq edildikdən sonra saç sökülməsinin qarşısını almaq üçündür. Hələ bir neçə dəfə istifadə etmişəm. Faydasını görərəmsə sizlərə yazaram. Daha sonra burada argan özlü yağ var. Saçlar nəm olduqda, yuduqdan sonra ucuna tətbiq edirəm, uc hissələrinə və bu da saç qıranların qarşısını almaq üçündür. Bunu da burada yerləşdirəcəm. Daha sonra burada fabrikdən əldə etdiyim makyaj silmə vasitəsi var. Bu da çox faydasını görmüşəm. Tərtəmiz eləyir. Yəni asanlıqla, rahatlıqla, ürək rahatlığıyla əldə edə bilərsiniz. Qiymətdə münasib idi, səhv etmirəmsə. Burada belə duxum var. Çox biraz ağırdır. Amma ətrini çox bəyənirəm. Yəni dediyim kimi məsləhət görə biləcəyim bir ətirdir. Daha sonra burada kremlərdir. Bu ətiri də çox sevirəm. Bu deyəsən, bilmirəm, hardan əldə etmişdim amma. Bu yazıqlar niyə bəziləri bütünə düşür ki? Bir də fabrikdən əldə etmişdim, amma bitir deyə gətirmişəm ayına ki, bir də təmiz bitsin. Çünki hər məhsuldan bura bilənsin gətirmişəm də. Yəni qalan bütün makyaj vasitələrim hamısı şeydədir, Bakıdadır. Dediyim ki, onsuz da burada istifadə etmirəm. Ona görə hamısını yiyib gətirmişəm bura. Daha doğrusu gətirməmişəm, orada qalıb. Sözümü seçdim. Mən bunu Temudan əldə etmişəm. Saçlarımızdır ki, o qıraqdan balaca tüklər çıxır. Onları yapışdırmaq üçündür. Çox yaxşı vasitədir. Sadəcə saçı biraz yağlı kimi eləyirəm. Mütləq bunu istifadə etdiyinizdə saç yuyulmalıdır. Amma yenə də həmin anı qurtarmaq üçün möhtəşəm bir məhsul oldu məncə. Tövsiyə edərəm almanı. Deməli, bu isə bunun fırçalarını yığacağım. Bunu ortancıl bacım hədiyyə eləyib mənə. Özü hazırlanmışdı. Bu işlərlə məşğuldur. Resmi falan çox sevir. İndi bunun fırçalarını yerləşdirəcəm. Bunu da bura yerləşdirək. Fırçaların 4-ünü Temudan əldə etmişəm. Bunları da bura yerləşdirəcəm. Məncə stol üstündə olanda fırçalar daha yaxşı görsənir. Deməli, otağımızı hazırladıq. Lazım olan əşyaları lazım yerlərə yerləşdirdik. Siz də bayaq dediyim kimi, makyaj məhsullarımın əksəriyyət hissəsini Bakıda qoyub gəlmişəm. Hər məhsuldan bir-iki əldə gətirmişəm və burada gəldikdən sonra Temudan müəyyən məhsullar sifariş vermişəm. Yerdə qalan məhsullarımı isə böyük əksəriyyəti Bakıda qoymuşam. Düşünmüşdüm ki, makyaj məhsullarına çox da ehtiyacım olmaz. Çünki önəmli şeylər olmadıqca makyaj etmirəm. Lakin bura gəlsən sonra çoxlu tədbirlərdə iştirak etdiyim üçün ehtiyacım oldu. Daha sonra isə çaylarımızı içdik, özümüzə gəldik və daha sonra bacılarımla birlikdə film izləmək qərarına gəldik. İzlədiyimiz film isə Scooby-Doo idi. Soklarımızı süzdük, cipsimizi də yedik, çox gözəl bir vaxt keçirdik. Bizim üçün uşaqlıqdan bura hər zaman, başda olduqda da, burada da hər zaman axşamlar çalışırıq ki, belə birlikdə zaman keçirdik, bir-birimizə vaxt ayırıq. Mən düşünürəm ki, çox önəmlidir. Bunun etmək lazımdır deyə düşünürəm. Və siz nə düşünürsünüz? Tək yoxsa bacı və ya qardaşlarınızla vaxt keçirməyi sevirsiniz. Sizcə necədir? Daha sonra acdım və mamamın gündüzdən pişirib hazırladığı pirajkilərdən yeməyə başladım. 1-2 dənə qalmışdı. Yəni görünüşünə fikir verməyin.
Daha sonra zaman keçdi. Artıq səhərcə 5-ə işləyib. Mən nə qədər etdim? Saatlarla telefonu qırağa qoydum və yatmağa çalışdım. Amma yata bilmədim. Bilmirəm niyə. Və dedim vloquma onda davam edeyim. Həm də bacılarım da, həm də qardaşım hazırlaşdı. Qərarı aldıq ki, özümüz üçün makaron hazırlayaq. Və mətbəyə keçərək makaron hazırlamağa başladım. Burada sizin üçün saniyələr keçəcək yemək hazır olacaq. Amma bizim üçün demək olar ki 1 saat keçdi. Saat 4-dən 5-ə kimi bunun üzərində çalışdım və hazırladım. Bəzən olur ki, heç istədiyim kimi alınmır və bəzən əsəbləşirəm ki, niyə belə oldu və s. Ancaq bəzən olur ki, tam istədiyimiz kimi alınır, çox gözəl alınır. Və bu gün də eynən elə oldu, çox gözəl alındı. Çox da bəyəndik. İndi siz də yavaş-yavaş bu proseduru izləyəcəksiniz və bəyənəcəksiniz. Və siz qazanda hansı yeməkləri hazırlamağı sevirsiniz və ya siz makaronu sevirsinizmi? Əslində makaronla bağlı mənim bəzi xatirələrim var. Burada sizə əlimi yandığını göstərirəm. Çünki qaşıqla əlimi yandırmışdım. Burada da yeməyin hazırlama prosedurlarını çəkirəm ki, səbrim çatmır artıq. Mən hər zaman, əslində məndə belə bir şey var. Yemək hazırlayarkən çox yoruluram və artıq tamamilə iştahım ölür. Sanki artıq ac olmuram. Burada da demək olar ki, eyni şey yaşadım. Artıq demək olar ki, tamamilə yemək hazır oldu və bacımı və özümə hazırladım. Qardaşımın səbri çatmadı və getdi yatdı. Biz isə 1 saat gözlədik və yeməyimizi hazırladıq. Makarona ilə bağlı istədiyim ki, bəzi xatirələrimi danışacağım. Əslində danışmaq istədiyim bunlardır ki, biz uşaq olarkən hər gün səhər anamız bizdən 1 saat öncə durub bizim üçün makaron hazırlayırdı və hər gün fərqli makaron olurdu. Bəzən belə buruq, bəzən durba formasında, bəzən buruq saç formasında, bəzən düz makaronlar olurdu və fərqli olurdu. Mən əsasən qovrulmuş makaron deyilən qısa makaronlar olurdu ki, onu sevirdim. Bəs siz də hansını sevirdiniz? Onu sevirdim və bəzən uşaqlar deyirlər ki, sənin adın makaron qoymuşam, sən ancaq makaron yeyirsən, onu çox sevirsən. Belə bəzən söhbətlərimiz olur. Mən hər zaman ən sevdiyim yemək soruşulanda makaron deyirdim. Və uşaq vaxtı belə bir xatirəmizi xatırlayıram ki, qardaşımla yemək yeyirdik və mən istəyirdim ki, o məndən daha tez yesin və mənim gözüm onun yeməyində qalmasın. Bunun üçün də qardaşıma demişdim ki, gəl yarış eləyək, görək kim olacaq. Özüm yavaş-yavaş yeyirdim. O daha tez yedi ki, mən olsun və beləliklə onun yeməyi tamam bitmiş olsa da mənim yeməğim hələ dururdu. Yəni çox vaxt belə şeylər də eləmişik. Və səhər açıldı. Yeni gündən hər kəsə salamlar deyə bilərik. Səhər açıldı. Yeni bir gün. Səhər durdum, gördüm ki, anam mənim üçün gözəl bir börək hazırlayıb. Çox da dadlı idi. Yanında biraz sosis qoydum və özümə çay süzdüm. Mən insanlar hər gün səhərini qəhvə ilə açmağı çox sevirlər. Amma deyə bilərəm ki, mənim üçün çay əvəz olmazdır və qəhvənin tamını heç sevmirəm, heç də bəyənmirəm. Amma çayın tamını ölürəm demək olar ki. Yəni, əslində uşaq vaxtı heç sevmirdim, mən çay da heç sevmirdim. Amma zaman keçdikcə dərslərlə daha çox məşğul olduqca niyəsə çaya bağımlılığım da artdı. Və sizdə necədir? Sizdə çay yoxsa qəhvə, yoxsa hər ikisini sevmirsiniz ya da hər ikisi? Sizin düşüncələriniz nələrdir? Yorumlarda yazsanız sevinərəm. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Bugünə də şükür edirik. Əslində bugün o dərəcədə maraqlı bir şeylər etmədim. Daha çox günüm sadə keçdi. Uzandım və telefona baxdım, filmlər izlədim. Burada da sizlərə göstərəcəm nələrə baxdığımı. Detektiv olaylarını çox sevdiyim üçün onları izlədim. Günümlə belə keçdim. Təmiz havayda demək olar ki, çıxmadım. Ancaq təmiz havaya çıxdıqdan sonra sizlərə deyə bilərəm ki, həqiqətən çox peşman oldum. Çünki hava o qədər gözəl idi ki, az öncə sizə dediyim kimi hava çox gözəl idi, çox təmiz idi. Peşman oldum ki, kaş daha öncə havaya çıxardım, bu gözəllikləri görərdim. Daha sonra Bakıya getdikdən sonra bu anı, bu gözəllikləri axtaracağıq. Və belə, artıq demək olar ki, saat 5-dir. Vlogu burada sonlandırıram. Daha sonraki vloglarda görüşənədək hələlik özünüzə yaxşı baxın, salamat qalın.